Və necə ödəniş edirik? Pul ötürtdük hesabımıza, artıq ödəniş elədik. Şəxsi hesab baxaq. Baxın 51 manat 28 qəpik artıq hesabımızda pulumuz var. Səhvimiz avtomatik olduğu üçün məbləğ oturmayıbdı. Necə oturduruq? Mənim sifarişlərim bura daxil oluruq. Baxın 41 manat 8 qəpik biridir, 33 manat 83 qəpik biridir. Yəni və ən birinci məbləğ 49 manat 59 qəpikdir. Dediyim kimi ən az məbləğ oturacaqdı. Əgər səhvəmiz avtomatik olsaydı 33 manat 88 qəpik oturacaqdı. Ona görə də birinci hesabımız bağlanmayacaq. Yəni ilk vurduğumuz sifariş. Ona görə də avtomatikdən Rusnoya çevirdik və necə oturduruq hesabımızı ödəmək sözünə vururuq. Buradan ödəmək, təsdiqləmək. Artıq ödədik. Baxın gördünüz 49.59 və qalıq pulumuz da hesabımızda qalır. Şəxsi hesab 1 manat 69 qəpik də hesabımızda qaldı.